Üstündən düşməsək. 3 yaşdan sonra onun digər əlamətləri özünü göstərəcək. Yəni. Покажи рисунок. Кто? Скажи, да я. Я рисую. Молодец. Это пуса. Что? Чего? Чего? Громко скажи, да? Biz Amerika Psixiatrlar Assosiasiyasının autismi dərəcələndirmə testidir. 97-yə baxın, görürsünüz 90-dan 110-a nə sayılır? Orta dərəcə. Yəni balı da özləri verirlər. Hər şey bizlik burada bir şey yoxdur. Bəzən olur ki, deyil, orada da təlimdə də deyir ki, uşaqların vəziyyətini gözləyin. Məsələn, birinci uşaq gəlmişdi, 93 çıxmışdı. Bu uşaq baxsa heç autizm deyil, amma 93 çıxmışdı. Biz ona nə deyirik? Riskli bəbək deyirik. Dəyərləndirir. Hansı bacarıq, hansı yaşda qalır, dəqiq verir. Bu da göstərir ki, Qaqar 4 yaşlı uşaqlarla eyni zəkadadır. 4 yaşlı uşaqların səviyyəsində qalır, levelında. Rage, bax görürsünüz, 4 yaş 11 aylıq. Zəka ilə nitq daha şeydir, nitqi daha aktivdir, nəinki analiz, yəni əlaqələndir. Ayında dirəşməməsindən, Yox, hər şeylər yox idi. elə şeylər yox idi. Artıq başa düşdünüz ki, bu uşaqda inkişaf yəni düzgün getmir. İlk kimə müraciət edərsiniz? Tutup durur yani. Yer tutup kaldırır. Nədir götürülür? Beynin zədələnməsi nəticəsi. Doğuş vaxtı bu uşağın beynini zədələnir. Və ümumi kalp... Üzvü də yuyaq. Afərin. Üzvü yum, üzvü yum. Afərin. Peyvənddən 2 gün sonra tamamilə uşaq ətə döndü, nə reaksiya verdi, nə göz kontaktı qurdu, nə adına reaksiya verdi, heç nə də. Ayaqda vurdurdu. Vurdurmuzdu əslində. Prosto böyük qız aparanda elə insan ağlı gedən tutdu ki, hər oğlan uşağıdır, vurmaq lazımdır belə. Leyla xanım diaqnoz qoydu ki, nevroloji problemi olan uşaqlara peyvənd vurulmur. Onda da anadan Əlimizdə neçə barmaq? Əlimizdir. Bizdə əlimiz var. Neçə barmaq? Avtomatik deməlidir 6 yaşında uşaq. 6 yaşında uşaq saymadan deməlidir bunu. O say. Siz algılamaqda çəkiniz. Duyğuları kimi qəbul edirsə, o insanla kontakt qurmağa çalışın. Siz ailəsiz, o yüzden sizlə yəni daha hamilət dönəmində sizi də hiss edir də, duyur da, atasının da səsini tanıyır, anasının da səsini tanıyır.